uşaqlar, bizim bayrağımız mübarək. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə Bələdiyyə Parkında yadda qalan bayram tədbiri keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Şəhər Bələdiyyəsinin rəsmiləri, ictimaiyyət nümayəndələri və uşaqlar iştirak ediblər. Bayram tədbiri uşaqlar üçün əsl sevinc və şənlik dolu bir günə çevrilib. Əyləncə proqramları, rəngarəng çıxışlar və maraqlı attraksiyonlar balaca qonaqlara bayram əhval-ruhiyyəsi bəxş edib. Tədbirin keçirildiyi Bələdiyyə Parkı bugün tamamilə yenilənmiş görkəmdədir. Sumqayıt Bələdiyyəsi son aylarda həyata keçirdiyi geniş miqyaslı abadlıq və yenidən qurma işləri ilə bir daha sübut etdi ki, şəhərin sosial rifahı və ekoloji tarazlığı onların əsas prioritetləri sırasındadır. Parkın ümumi sahəsi 6,6 hektar təşkil edir. Burada mərmər qranit döşəmələr, müasir işıqlandırma sistemi, uşaqlar üçün təhlükəsiz və əyləncəli qurğular, attraksiyonlar, piknik zonaları, müasir oturacaqlar, həmçinin yaşlı sakinlər üçün xüsusi istirahət güşələri yaradılır. Bugün bizim bayramımızdır. Bayramımız mübarək. Sumqayıt Bələdiyyəsi təkcə infrastruktur layihələri ilə deyil, həm də sosial yönümlü tədbirlərlə daim ön sıradadır. Bələdiyyə rəhbərliyi şəhər sakinlərinin rahatlığı, rifahı və istirahəti üçün yorulmadan çalışır. Onların təşəbbüsü ilə parklar yenilənir, yaşıllıqlar salınır, uşaqlar üçün təhlükəsiz və maraqlı məkanlar yaradılır. Xüsusilə qeyd edilməlidir ki, Sumqayıt Bələdiyyəsi bu işləri yalnız texniki tərəfdən deyil, həm də böyük məsuliyyət və ürəkdən gələn diqqətlə həyata keçirir. Bu cür layihələr Sumqayıtın inkişafına, ekoloji balansın qorunmasına və gələcək nəsillərin sağlam ruhda böyüməsinə xidmət edir. Bugün bizim günümüzdür, bayramımız mübarək. Bugün bizim bayramımızdır, əziz uşaqlar. Bayramınız mübarək. Şəhər sakinləri və qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanan bu təşəbbüslər bir daha sübut edir ki, Sumqayıt Bələdiyyəsi müasir dövrün tələblərinə cavab verən, sosial yönümlü və xalqına bağlı bir yerli özünü idarə etmə orqanıdır. Salam, mənim adım İlmaz Xərinsafıcəti. Burada mən 7 illik Sumqayıt şəhər ən qəşəng şəhər. Çünki parkda çox da uşaqlar oynar qəşəng burada. Bugünkü tədbirə görə bələdiyyə çox gözəl bir tədbir eləyib uşaqların gözəl günü üçün və çox təşəkkür edirik. Uşaqlara göstərilən diqqət və qayğı, yaradılan yüksək şərait isə gələcəyə qoyulan ən gözəl sərmayədir. Bələdiyyənin bu sahədəki fəaliyyəti alqışlanmalı və nümunə kimi göstərilməlidir. Bələdiyyə parkının yenidən qurulması isə Sumqayıt şəhərinin istirahət mərkəzlərinin genişləndirilməsi istiqamətində atılmış uğurlu və strateji əhəmiyyətli addımlardan biri kimi tarixə düşür. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.